Ermənistanın televiziya və radio komissiyasının sədri Tigram Akopyan, Rusiyalı təbliğatçı Vladimir Solovyovun Ermənistanda xüsusi hərbi əməliyyatın mümkünlüyü ilə bağlı səsləndirdiyi açıqlamalara cavab olaraq, onun Ermənistanın dövlət mükafatından məhrum edilməsini təklif edib. Solovyov 2013-cü ildə Ermənistan tərəfindən iki xalq arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə şərəf ordeni ilə təltif edilmişdi. Bu günlərdə əhəmiyyətli töhfə vermiş həmin şəxs Ermənistanın itirilməsinin qarşısını almaq üçün Ukraynaya qarşı edildiyi kimi ölkəmizə qarşı da xüsusi hərbi əməliyyatın başlanmasını tələb edir. Xatırladım ki, Ukraynaya hücumun nəticələri, yüzlərlə məhv olmuş yaşayış məntəqələri, ev eşiyindən didərgin salınmış milyonlarla insan, 10 illiklər boyu çirklənmiş təbiət, öldürülmüş uşaqlar, yüz minlərlə həlak olan insan, milyonlarla əlil və firavan bir ölkənin cəhənnəmə çevrilməsi oldu. Ermənistana və erməni xalqına mütəmadi olaraq hədə-qorxu gələn, ölkəmiz üçün fəlakətlər arzulayan və ümumilikdə insanlığa nifrət edən bir dəli Ermənistan Respublikasının ən yüksək mükafatlarından birinə layiq ola bilməz. Bu, bizim rüsvayçılığımızdır deyə Akopyan qeyd edib.